Mən bir dənə Gözəl sözüm ləhcədir. olsun. Bax, Yox, gözəl onların ləhcədir. Həqiqətən də mən qıza sözü görməyim var ha. deyildi. Bax, Onunla bir yerdə işləmişəm. qıza sözü bizdə qəşəng sözdür. Dəyərli sözdür. Amma başqaları məsəl üçün misal deyirəm ha, indi veteran bilir də, qıza sözü talışda çox istifadə edir. Qıza. Amma başqa yerdə qıza deyəndə onlara pis təsir edir. Ona görə çox vaxtı istifadə eləmirik. Mən bir dənə söz demək istəyirəm. Haycan, buyur at. Mən bütün burada olan xəstələrə Allahdan şəfa diləyirəm. Amin inşallah. Və bütün xəstələrdən üzr istəyirəm bir balaca qardaşları kimi. Estağfurullah. Buyur. Sizin yanınızda mən baş aşağıyam. Çünki Allah şahiddir ki, mən özü bu dəqiqə xəstəyə gluten götürmüşəm. Allah şahiddir, bax həkim dərman yazıb. Allahın adına and ola bir qəpiyim yoxdur ki, gedim bir dənə adi elə çörək alım, dərman qoyuram bir qırağa ki, sizə kömək edə bilmirəm. Məni üzrü sayın inşallah. Sən narahat olma. Allah ömür və bərəkət versin inşallah. Amin. Başın Kərbəla möhrü üstündə olsun. Canımsan. Amin, amin. Allaha and vermişəm o Zəhra xanımımızın, Fatma Zəhra əleyhissalamın gözündən tökülən yaşa. Allah bütün xəstələrə nicat versin. Allah Amin inşallah. İmam Hüseyn əleyhissalamın, Əbəfəz ağanın nurundan bax siz xəstələrə nicat olaraq göndərsin. Sağ ol atam, var olasın. İlahi amin. Tənha çox sağ ol, var olasan. Sən Sumqayıtda qalırsan, Kənan? Amin. Mesela ay tənha insan sağ ol ay qardaş. Əziyyət çəkmə ay baş dönüm. Allah razı olsun. Aleyküm selam tənha minnətdaram qardaş. Allah sənin yerini Kərbəla eyləsin. Gördün? Sən harda qalırsan? Mən Bakıda yaşayıram. Hə, sən yox, sən də Kənanı deyirəm. Deyirəm Kənan harda qalırsan? Eyvallah. Mən də Bakıda yaşayıram Əhmədlidə. Eşek ben çok sağ ol. Var ol başına dönerim. Atam vəziyyət çəkməsən ha qurban. Allah sənə ömrə bərəkət versin. Allah sana ömrü bereket versin. Var olasın. Abi Canım, sağlık versin. Amin inşallah. Allah heç kəsi tənha eləməsin inşallah. Allahın nəzərində olasan. Allah ömrü və qazancına bərəkət versin inşallah. Var olasın. Abi öpürəm. Ay Səmər. Talaş eşitsən məni? Ay canım. Bağışlayır kimsə sözünü kəsdimsə, üzr istəyirəm. Yox, estağfurullah, narahat olma. Bu günləri istəyirəm ki, istədim bayaq gedim ikinci Fəxri Xiyabana. Bu gün əhd eləmişdim ki, gedim. Nə bilim, elə bir dənə vəziyyətdəyim ki, Allah hamd olsun, çölə çıxa bilmirəm. Gedə bilmirəm. Qalmışam belə. Allaha təvəkkül. Allah şəfa versin. Abi qadın olmuyorum. Allah razı olsun. İnşallah görək. Gedib ziyarət edəcəm Allah izniyle.